Dostlar, hamıya salam. Görün sizin üçün bu günləri necə stol hazırlamışam. Mənə deyirdilər balıqla nəsə çək. Gözəlliyə baxın, mən bu vuruldum. Ən sevdiyim mukbanglardan biridir məncə. Burada mamanın kompotu, burada üzüm, burada skumbriya belə balığı, başqa cür formada üstündə skumbriya yazılıb. 2 dəfə yeyəcəyik. Burada kartofumuz, burada çuğundurdur, burada mayonezdir və duzdur. Başqa heç nə yoxdur, salatdır belə. Burada xardaldır, burada qara çörəkdir, burada silotka balığıdır, turşumuzdur. Gözəllik. Gəlin başlayaq. Prosta mən biraz belə şəkil çəkdirmək istəyirəm. İnanıram ki, hansısa bir kadr var. Gəlin başlayaq. Saat neçədir? Saat 5'dir, yalan 5'dir. Rovna 5:00. Yəqin ki, görürsünüz 5:00. Bunu 2'yə oxşadırsınız, amma əks göstərir də. Hələ heç nə yeməmişəm. Ağzıma 1 qram yemək dəyməyib. Lazerə getdim. Belə silotka da. Əlbəttə ki, lazerə gedib silotka yiyib, hamısını yiyib gedə bilməzdim. Mən mukbangdan sonra biraz oturmalıyam. Siz inana bilmirsiniz necə ləzzətlər var burada. Hələ sizə vlog çəkirəm. Sabah dayım qızına gedəcəyik. Ad gününə demişdim. Orada da vlog çəkəcəm. Yəqin ki, sabahları mukbang çıxmayacaq. Amma bazar günü sizin üçün gözəl bir dənə vlog çıxacaq da. Gözəl. Nişana hansı paltar seçdim orada da. Mama mimoza şuba salatını hazırladı. Məndən soruşmuşdular. Onun reseptlərini hamısını sizin üçün çəkdim. Çox gözəl bir dənə vlog gəlir. Bu kartofa yağ vurduq, kərə yağı. Yəni qatışdırdıq bütün kartofları və şu idi. Qızlar, oğlanlar, mən cənnətə düşmüşəm. Çoxları mən yazırım. Əgər mən bu qədər yesəydim, mən qapıya girməzdim. Əzizlərim, siz bir dənə bu videonu görürsünüz və indi saat 5'də yeyirəm və daha bundan sonra bəlkə TikTok'da nəsə balaca 2 dəqiqəlik nəsə yedim. Axıracan yeməyəcəm, sadəcə qoyacağım qarşıma ki, başım bir dənə kesək. Bu niyə çıxmıyor? Naziydi burada. Ops. Üçün. Olur TikTok'da heç nə yemirəm. Belə bir şey də olur. Görürsünüz burada necədir. Çox ləzzətlidir. Olur, ancaq bu bir yeməyim olur. Bundan sonra qarpız yeyə bilərəm. Meyvə yeyə bilərəm. Mən mukbang yiyirəmsə, o demək deyir ki, mən bütün gün oturub yiyirəm, belə qarşıma qoyuram. Yox. Olur, sizə mukbang gəlmir. Ümumiyyətlə də özümə dincəlmək verirəm. Demək olar, ancaq səhər yeməyindəyim. Səhər yeməyində də azca nəsə yeyirəm, son. Həm də mən fikir vermişəm. Mukbangerlərin çoxu öz bədəni ilə çox gözəl münasibətdədirlər. Nə mənada? Heç vaxt deməzlər ki, məsəl üçün mən doydum, amma oturum axıracan nə isə yiyeyim. Amma o ki, gələnlər, məsəl üçün qabağına nə bilmə, nəyi qoyublar, onları yeməlidirlər. Aslı deyil, doyublar ya yox.
Çok güzel balıqdır. Ancaq buradadır sümü. İşte burada heç nə yoxdur, filedir. Çox ləzzətlidir. Ona görə sizə belə deyim. Əgər siz doymusunuzsa, ay nənəm küsər, yeməsəm, ay qalsa atmalı olacağım. Belə şeylər düşünməyin. Yemək bizim üçün nəyisə keyfi və yaxud da nəyisə deyil. Yemək bizim üçün hərəkət etməyimiz üçün, enerjimiz üçün benzindir, belə deyək. Çoxları qidanı başqa cür görürlər. Stres keçirirlər, barojna yeyirlər. Kiməsə əsəbləşirlər, yenə yemək yeyirlər. Belə eləmək olmaz. Məndə kontent belədir. Mən saat 5-ə qədər, 4-ə qədər ac qalıram ki, ac olum və mukbang çəkim. Halbuki insanlar demək olar abed yeyiblər. Hə, saat 1-də oturub səhər yeməyini yeyiblər, abedini yeyiblər. Bu vaxt axşam yeməyini hazırlaşırlar. Çox dadlıdır. Balıq çox gözəl idi. Necə gözəl idisə elə də tez bitdi. Gözəl şeylər tez bitir. Ona görə çox xahiş edirəm. Yəni elə bilməyin ki, hansı bir nə bilim idman növü var, nəsə var. Çalışın hər şey yiyin. Amma həddini aşmamaq şərti ilə. Diyetdə ömrü boyu oturmaq mümkün deyil. Özümdən bilirəm. Nə qədər əziyyət çəkmişəm. Diyetdəyəm. Nə bilim, toyuğun döş əti diyetində, xiyar diyetində. Ancaq xiyar yeyirdim. Tərəvəz diyetində. Hamının sevimlisi qreşka diyetində. Hər şey kömək eləmir, sonra 2 qatı qayıdır. Güya arıqlayırsan, hə, amma o su gedir bədəndən, piy yox. Qızlar və oğlanlar bu cənnətdə. Siz bunu dadmalısınız və mənə baxmalısınız bu momentdə. Bu salat da möhtəşəmdir. Buna adətən buraçni deyirik və qoz da qatırıq. Bu dəfə qoz evdə yox idi. Mamaya dedim belə elə. Dedim belə də gözəl gedər. Çox ləzzətlidir hər şey. Yəni möhtəşəm. Ona görə elə bilməyin ki, məsəl üçün mən dəhşət belə arığam. 40 kiloyam, bu qədər yeyirəm. Elə deyil, mən 57-58 kilodayam. Normal çəkidəyəm. Nə çox, nə az. Əlbəttə ki, mən görə bilərəm ki, mən kökərirəm. Olur. Sadəcə görürəm ki, 2 kilo plus, məsələn, 57 idim, 59 oldum. Tez arıqlamaya başlayıram. Üstünə təzələn 2 kilo yığmıram. Sonra təzələn 2 kilo yığmıram. Çünki mən bu kiloları yığsam, mən sonra arıqlaya bilməyəcəm.
kilonu atmaq daha asandır. Kim 10 kilonu. O diyetologlar hansılar ki deyir, düzgün qidalanı. Onu yemə, bunu yemə. Bence o konkret düzgün değil. Niye? Təsəvvür eləyin, adamın nə bilim 40 yaşı var, 30 yaşı var, 30 yaşına qədər belə qidalanıb. Sonra sən deyirsən ki, bu pisdir, yox sən belə qidalan. Axı bu bədən buna öyrəşib. O keçə bilməyəcək o qidaya. Əsl mənə görə dietolog sadəcə deməlidir ki, sən porsiyanı azalt. Necə yeyirdin ye. Ola bilsin ancaq şirniyyatı azalt biraz. Yəni də qədərini azalt. Amma necə qidalanırdınsa qidalan. Çalış biraz gəz, toz, biraz əl hərəkət elə, ayaq hərəkət elə. Əla, super. Mən belə diyetologlara əla deyirəm. Amma hansılar ki başlayır 100 qram kəsmi, 200 qram kefir, duz yemə, aş yemə, nə yemə. Amma bu insan arıqlamağını arıqlayacaq. Ömrü boyu bu diyeti saxlaya bilməyəcək axı. Azərbaycan, əsasən də Azərbaycan milləti. Yəni belə diyet deyirsən, pulunu qazanırsan. Amma sən bilsən ki, bu təzdən buna qaydanda kökələcək. Ona görə elə diyetologlar var ki, ona analiz verirsən. Analiz ucuz deyil. Amma sən bilirsən ki, məsəl üçün sənin orqanizmin hansı məhsulları qəbul eləmir. Onları yemirsən, məsəl üçün bəzilərində var pomidor qəbul eləmir. Bəzilərində var qreçka. Onları kəsirsən, qalan necə var qalır. Belə də arıqlayırsan. Bakıda var belə diyetologlar. Ona görə bu diyetlərdən əl çəkin. Gündə bir dəfə yesəz belə, öz sevdiyiniz yeməyi yeyin. Vitamin dəqiq qəbul edin. Vitaminsiz heç ara. Əlbəttə mən həkim deyiləm. Prosta öz necə deyim, həyat təcrübəmi sizə deyirəm. İnanıram ki, biraz nəyəsə kömək elədim. Amma baxın, mən belə yaşayıram. Məsəl üçün qabın hamısını qoydum, bir dənə bunu yedim. Burada demək olar açığı hamısı başı idi da. Və sümü. Bu qaldı, bu qaldı, bu qaldı. Bunu yedim ancaq yeyəndən. Kartof yedim bunu. İndi yedim ha. Bəlkə saat 9-da bir dənə TikToka bir dəqiqəlik axıracan yemədiyim bir dənə video çəkəcəm. İfso. Yeməyim budur. Qalan su, elə belə çay içirəm. Mən ümumiyyətlə şirniyyat yemirəm demək olar. Az halda, çox az halda. Çox momentlər olur da, bilən bilir. İfso. Kompot içə bilərəm. Kompota mama çox az şirniyyat vurur. Şəkər tozu. Yəni mən otururam bütün günü loşka ilə belə oturmuram. Mənim ümumiyyətlə hərdən yadımdan çıxır ki, mən yemək yeməmişəm. Saat 1-də yadıma düşür. Gedirəm yaşıl alma götürüb yeyirəm, gedib yatıram. Olur TikToka çəkmirəm, yadıma düşüb ki, bir dəfə yemişəm. Mukbang yemirəm, amma 24 saat mən yemək haqqında düşünmürəm. Ay yemək, ay nə vaxt, saat neçədir, yemək yeyim, yox, elə şeyim yoxdur. Mən acam yeyirəm. Saat neçədir, abed vaxtıdır, mən gedim yeyim, elə bir şeyim yoxdur. Mən düşünmürəm ki, vaxtıdır yeməyə, yox. Mən öz orqanizmin deyirəm, acdır mənim orqanizmim, ya yox. Əgər acı deyilsə, öldür məni, mən azıma yeməyə götürmərəm. İstir mən qonaqlıqdayım, istir arı. Ona görə mən o qonaqlığa gedəndə mən evdə heç vaxt yemirəm, gedirəm ki, yeyim. Ki, digər tərəf qonaqlıqda yeməyəndə adam deyir ki, yəni, niyə yemirsən ki, yəni, nə nito var ki, o cəhətdən. Uşaqlar, inanıram ki, bəyəndiniz, like eləyərsiniz.
Mənə xoş olar. Ona görə köhnə videoma baxmamısınız, bura basıb köhnə videoma baxa bilərsiniz. Burada da loqom var, ora basıb takib ata bilərsiniz. Sabahədək ya o biri günədək.